Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə üzüm yarpağı necə bağlanır bankada su ilə onu göstərəcəm. Burada bizim dəstələnmiş üzüm yarpağımız, duzumuz, dəmir krişka, banka bağlayan maşın, bir də bankamız var. İndi yarpaqlarımızı bax budur belə pükələkləyib bankamıza əlavə edək. Üzərindən duz, bir xörək qaşığı, yenə həmənki kimi bir dəstə tutaq. Bax budur belə. Bankamızı biraz doldurandan sonra üzərinə qaynanmış su əlavə edək. Bəs edər. Başlayaq qalan yarpaqları içərisinə əlavə edək bankamızın. Yeddi-səkkiz xörək qaşığı duz əlavə edirəm 2 litrliyə. Biraz yenə yarpaq doldurandan sonra isti qaynar su əlavə edək. Yarpağımız yaxşı saralsın deyə arada isti su əlavə edirik ona görə. Çox etibarlı olur belə. Yəni banka nə qədər istəsəniz yarpaq belə durur. Budur bankamızı ağzına kimi möhkəm doldurduq basa-basa əlimizlə və belə bir alətlə. Krişkamızın üzərinə qaynar su tökək. Sterilizavat olunsun. Bankamızın başına əlavə bir xörək qaşığı duz əlavə edək. Və bağlayaq. Bankamızı bağlamağa başlayaq. Budur bankamızı bağladıq. Yəni narahat olmayın, bu yaşıl rənglər də saralacaqdır. Çox gözəl, qəşəng alındı. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Siz də mənim kimi belə qışlıq üzüm yarpağından banka bağlayın.